Salam əziz tələbələr. 15 may Dövlət Qulunun qəbulunun izahıdır. Yəni biz BB-də iştirak elədiyimizə görə əsasən indidən deyim ki, BB qəbulunun tam izahıdır. Amma ki, BA-nın bəzi sualları var ki, təbii ki, onu özün bilə-bilə bu son testlərdə salmışam ki, izahını biləsiniz. Yəni çətin bir iki dənə sual var BA-da düşən. BB-də düşən çətin suallardan biri 71-dir. Ən çox tələbələrin səhv yazdığı sualdır. Birinci növbədə bundan başlayaq. 71-ci sualda üçbucaqların sayını istəyir bizdən. Burada birinci məsələ bir üçbucağı qeyd edirik, amma bir-birinə kəsməmə şərti ilə, məsələn, bir dənəsini götürək. Tutaq ki, bu üçbucaq. Amma bir-birinə kəsməmə şərti ilə deyəndə, yəni təzən bu hissəni götürmürük, o bir dənə bunu ayırın. Yəni ki, ortaq nöqtələr üst-üstə düşməsin. Biri nədirsə, sayacam, vuracam onun sayına. Yəni əslində 4 dənə tin olacaq, ona vuracam. Yəni bir tin burada olacaq, hər üç bucağın öz tini olacaq. 4 dənə sayıq bu 4-ə vuracaq. Amma təbii ki, sayanda da birinci növbədə diqqətlə bura baxaq. İndi fərqli rəngdə eləyək bunu. Deməli, bu bir üçbucaq, bu iki üçbucaq, bu üç üçbucaq. Və bir də ki, bu böyük 4 üçbucaq. Amma təbii ki, 4 deyil burada. Yəni 6 olacaq. Çünki bir dənə də bu formatda götürsək 5 və bir də bu formatda götürsək 6 üçbucaq. Yəni 6 üçbucağı vururam 4-ə. Burada problem yoxdur. Bu normal bir şeydir. Sadəcə məsələ bundan sonradır. İndi bizim saymadıqlarımız və digərlərinə üstə düşməli hissələr var. Onları əlbəttə mütləq şəkildə saymalıyıq. Yəni ki, birinci növbədə bu ağ üçbucaq var, 4 dənə balaca. Bu heç bir ortaq nöqtəyə düşməyib deyənə o 4 dənə əlavə sayacam. Yəni siz buradan plus 4 yazın. Amma əsas məsələ bax indi deyəcəyim məsələdir. Bax burada bu tinni görsüz götürməmişəm. Nöqtələr qoymuşam hər tinə. Bu tinin də üst-üstə düşmə hissəsi var. Yəni nə mənada üst-üstə düşməyə? Bax bu tindən belə geçsək, bax bir üçbucaq buradadır. Birin sahib 4-ə vurmalısıdır, bir sayılmazsa. Bir üçbucaq buradadır. Sonra yarısı burada olsun, yarısı digərində olsun. Bax onları götürməz. Bu ikinci üçbucaq və bu üçüncü üçbucaq. Bir daha deyirəm. Bunu tam olaraq bunun içinə girə bilməzsiniz. Və yaxud buradan da tam olaraq bunun için. Çünki onlar sayılıb. Əsas mənə lazımdır ki, burada bu bu hissəni götürəndə bu böyük qırmızı şuran içində istifadə olunur. Amma mən bunu bu fiqurda belə götürsəm, baxın, o belə. Artıq bu istifadə olunmuyor. Yəni bir buradandır. Eyni şey təbii ki sağa doğru. Bax bu iki. Bir də ki bunun özü. Yəni 3 dənə də burada olacaq. Bəs bu tindən nə qədərdir? Bu tindən təbii ki, yenə də hər tin olduğu üçün buradan da opşi 4 dənə olacaq. Və sayıb 1, 2, belə 3 və 4. 4-ə vurmalısınız. 4 3-ə vursunuz eləyir 12. Yəni 24 plus 4 plus 12 28 ümumi olaraq 4 dənə üçlü olacaq. Bu 71-ci sual. 72-ci sual. Təbii ki, asan suallar var idi BB-də. Məsələn, bu çətin cədvəldir. Deyir ki, A plus B bərabərdir 5-ə. Verib ki, A plus B eyni qaydada bərabərdir C minus 3B-yə. Sağ tərəfdən də C plus D, yəni 2C bərabərdir 16-ya. Təbii ki, 2C 16 ise C 8 olacaq. Və A plus B-nin yerinə də nə qoymalıyım? Yuxarıda verib ki, A plus B özü 5-dir. C-ni də yenə nə qoyuram? 8. Çox. 8-dən nə çıxanda? 5 edib 3 çıxanda. Yəni demək ki, 3-ü də 1-ə vurub. Yəni B nə olacaq? 1 olacaq. İndi bizdən A-nı istədiyinə görə B 1-dirsə burada təbii ki, A plus 1 5. Yəni A-da nə olacaq? 4 olacaq. Cavab A. 73-cü sual əslində doğrudan da ən sadə tənlikdir. Yəni çox da belə arada belə sadə düşmür. Çünki 26 artıq verdiyinə görə bilirik ki, 26 milyard faiz 13-ün üstünə 13 gəlib. Və təbii ki, y 13 isə x də 12 olacaq. X 12 isə z də olacaq 33. Belə. Bizdən də nə istəyir? Z-dən, yəni 33-dən 12-ni çıxmamızı istəyir. O da 21 olacaq. Devrəndə. 74-cü sual. Ədədlər sırasında qanunu pozulan variant tapın.
Fərqli variant formatında verilib var. Yəni deyir ki, hansı sırada qanunluluq pozulub. Burada təbii ki, birincidə 2 gəl 1 çıx, 2 gəl 1 çıx normal şəkildə qanunluluq var. Yəni bu hərəkət eləyir. B bəndində də problem yoxdur. Bir gəl 2 çıx, bir gəl 2 çıx bu şəkildə hərəkət eləyir. C'də də 1 çıxır, 1 çıxır, 1 çıxır. Hamısından 1 çıxa gedir. Burada da qanunluluq pozulmayıb. Mənfi birincisine bir gələndə biraz bax, bəzi tələbələr mənfi deyir ki, bax sıfırdan 2 də ala bilərsiniz də. Yəni sıfırdan 2 olsa birisi 100 2 gəlir. 2 gəlir, 1 çıxır, həzin 2 gəlir. Yəni ona görə ən başdan bu şəkildə eləyib. 2 gəlir, 1 çıxır, 2 gəlir, 1 çıxır. Yəni o da düzdür. Ona görə cavab Y-dir. Bir dənə baxın Y-yə. 1 çıxır, 2 gəlir, 3 çıxır, 5 gəlir, 2 çıxır. Yəni Y bəndində qanunlu pozulub. 75-ci sual. Bıçaq poladdan hazırlanırsa, stolda ağacdan hazırlanır. B bəndi. 75B. 76-cı sual tərəzi idi. Təbii ki, tərəzilərdə əsas 4 qayda var. İxtisar aparma, əvəz etmə. Üçüncü qayda alt-alta toplamaq. Dördüncü çarpaz toplamaq. İndi burada ixtisar sağda solda yoxdur. Əvəz etmə də olmadığına görə məcburən alt-alta toplayacağıq. Alt-alta toplamaq sadəcə yan-yana yapışdırmaqdır. Yəni KKL-in yanına MMK-nı yapışdırın. MMM-in də yanına LL-i yapışdırın. Və bundan sonra ixtisar aparaq. 2M 1 elinə 2M 1 el hesab edir. Gedən kimi birbaşa cavab çıxır. Cavab Emin Avəndir. 77-ci sual operatorla bağlıdır. Təbii ki, 3 rəqəmdə mütləq 90%, yəni rəqəmlər ya toplanılır, ya bir-birinə vurulur və bu ədədlərdən çox da istifadə olunmur. Ona görə burada 1 vur, 4 vur, 9, yəni bu eləyir 36. Nə eləyib? Sağdan solu çıxıb, yəni 36-dan 23 çıxıb, alıb 13. Ona görə bizə də cavab 3 vur 5, 15, 45. 45-dən də soldakı 45-i çıxırıq. Cavab 0. Bu rahat bir sualdı. Bu göstərilən düşüb düşləyin kitabından. Çünki özü burada hər bir hərfin qiymətini verib. Sadəcə variantı tabanda daşımayın burada. Çünki bilirik ki, 7-nin üstünə 8 gəlib. Əgər P 8 isə M-dən 3-dür bu da. Və təbii ki, M 3-dürsə, nəyin cəmi 3-dür? Fərqi yoxdur hansı 2-də, hansı 1-dir. Çünki onsa bizdən olarım hansını istəyir. İndi elə variant götürməlisiniz ki, cavab 2 versin. Və P də 8 olduğuna görə yalnız hansı variantın nəticəsi 2 verir? 8-i nəyə böləndə? 4-ə böləndə. Yəni yalnız bir variant 2 verməlidir. Yəni C bəndə. BB-yə düşən bu operator rahat bir operator idi digərindən. Çünki kvadratları görən kimi əzbər tanımalısınız ki, 36 yox, mən 6 almalıyam. Təbii ki, demək ki, 13-dən çıxıb 7-ni neyini kvadrata yüksəldib. Bu şəkildə çıxıb kvadrata yüksəldib. Bizə də çıxanda 5 kvadratı 25. B bəndi. 80-ci sual yaxşı suallardan biridir. Burada təbii ki, əsas qayda üçündən alanda ya üst-üstə düşənlər cavaba yazılır, ya üst-üstə düşənlər ixtisar edib fərqlilər yazılır. O dəqiqə nə etməlisiniz? Hər hansı 3 dənə ortaq xətt götürməlisiniz. O dəqiqə 3 dənə. İndi bu hissələr artıq burada qalıbsa, demək ki, üst-üstə düşənlər qalır. Düşməyənlər gedir. Təbii ki, burada sol tərəfdə də fikir verirsiniz. Sol tərəf, sağ tərəf bunlar hamısı olduğuna görə və bu artıq cavaba yazılır. Aşağı tam çəkmirəm, çünki aşağısı burada bax boşdur. Ona görə bir dənə də alt hissə. Nəysə, sualımıza keçək. Bizim sualımızda ən sol tərəf, baxın rəngliyirəm, baxın, ən sol tərəf hamısında var. Yəni, hər iki bizə cavabda belə xətt olacaq. Qalan orta xətt, bax, burada yoxdur, götürmürəm. Üst xətt burada yoxdur, götürmürəm. Sağ xətt burada yoxdur, götürmürəm. Aşağı burada yox. Belə. Başqa ortaq yox deyənə cavab burada olacaq. A bəndi. 81-ci sual. 81-ci sual təbii ki, məşhur Kakurolardır. Hər qəbul demək olar ki, Kakuro və ya Hitori bunlar düşür. Amma heç bir rəqəmi dəyişməmişəm. Nöqtəsinə kimi imtahan öz sualdır. Və təbii ki, indi
kanalda var bu iqraların izahlarına, xüsusilə Kakura izahlarına bağlı belə müəyyən qaydalarla getmək lazımdır. İndi burada təbii ki ipucular var. İpucu 4'tür. İki rəqəmdə ipucu olaraq burada yalnız 4'tür. Çünki 1 ilə 3-ün cəmdir. Bir də 7 rəqəmi. Başqa digərləri heç bir ipucu deyil. Çünki 7 ilə birlikdə yalnız 1, 2, 4'ün cəmidir. Başqa ehtimal yoxdur. İndi ipucu bu 4 olduğuna görə buradan başlamalısınız. Mən istəsəm də aşağıya 1 verə bilmərəm. Çünki 7-dən 3 çıxanda eləyir 4. 4 də gərək 1 ilə 3-ün cəmi olsun axı. Bu da təkrarlanmalı deyil. Çünki Kakura bildir ki, 1-dən 9-a kimi rəqəm olmalıdır, 0 olmamalıdır və səhv üstünə təkrarlanma olmamalıdır. Ona görə mən 100% 3-ü bura tullayıram. Yəni, bunlar ehtimal deyil. Bəzi yerlərdə ehtimal olacaq, amma burada ehtimal yoxdur. Ehtimal nədir? 7 dedi ki, 1, 2, 4-ün cəmidir. İndi 1-nə 2 yazmalısınız, 1-nə 4. Bax, ehtimal budur ki, sütuna baxırsınız. 21 16-dan böyük olduğuna görə 4'ü birinci bura atırsınız. 2-ni bura. Yəni, onsuz 99% belə olur. Bəzən alınması dəyişə bilərsə, amma giriş nöqtəniz belə olmalıdır. Və həmin 7-dən burada da var, gördüyünüz kimi. 1, 2, 4'dür. Amma mən bura 1 yazamıram. Çünki 12 olması üçün gərək bura 2 rəqəmli olsun. Və təbii ki, mən bura 2 də yazamıram. Çünki yenə 2 rəqəmlidir. Mən artıq ehtimal deyil bu. 100% biləm ki, bura 4'tür. Aşağıda 8'dir. Yine 4, 2, 1 olduğuna göre aşağıda artık 2 olduğuna göre təkrarlanmasın diye biri bura yazmalısınız. 2'ni buraya yazmalısınız. Bu formatta. İndi 22 ilə tapar. 22-dən 8 çıxıram 16. 16 yalnız 9-dan 7-in cəmidir. Yəni bu şəkildə olmalıdır. E, və yaxud bu əslində bu 17-də də ipucu var. İndi heç müəllim bundan niyə başlamaz? Onun fərqi yoxdur. Eləməzsiniz ki, üst-üstə düşməsin. Bax 17-dən başlaya bilərsiniz. 17-dən 3 çıxanda eləyir burada o üçün 14. 14 də yenə 9, 5 də ola bilər, 6, 8 də ola bilər. Yəni bu formatda eləməm. Amma biz indi sütun üzrə də baxsaq, burada 16 1 ilə 2-in cəmidir. 3'tür. 16'dan 3 çıxanda eləyir 13. Təbii ki 13'ün də ehtimalları var. Biraz bir damcı çox olsa da 8, 5, 9, 4. Ən yaxşısı elə bu 22'dən başlamaq idi. 22'dən 8 çıxıram 16, 16, 9 ilə 7-in cəmində ilk ehtimal budur. 9'u böyük sütuna verməsiz, yəni 21'in sütununa, 7'ni bu sütuna. Aşağıda sütun üzrə 1, 7, 8, bu da 2, 10. Onun üstünə nə gəlib burada? Baxın bura. 16 olması üçün 1, 7, bu da 2. Eləyir 10. Onun üstünə mən gələn nə gəlməliyəm? 6 gəlməliyəm. Və 6 üstünə də nə gələndə, yəni əslində 6 ilə 8-in cəmi 14 edir də. Niyə 14? Çünki burada 6 var, burada onsuz 3 var. 6 ilə 3 9 edir. 9'un da üstünə nə gəlməliyim? 17 eləsin 8. Bəzən tələbələr deyir ki, müəllim, bunu tapdım, sonra hərflər ilişdim. Burada diqqətli olun ki, yəni sadəcə deyir ki, birlər tək ədəddə olmalıdır, ikilər cüt. Yəni tək ədədlərə baxıram burada. Məsələn, S tək ədəddir. S'in sıra nömrəsini götürürsünüz. Yəni C götürməlisiniz burada. Sonra tək ədəd başqa varmı? Baxıram ki, tək ədəd başqa burada yoxdur. Getdik cütlərə. Əslində dəqiq olaraq baxın, tək ədəd yoxsa digərləri hamısı cüt olmalıdır. 1C qalanları A, B, D, Y olmalıdır. Yəni A bəndi olmalıdır. Amma bunu bir dənə dəqiqləşdirək. Məsələn, K cüt ədəddir. Yəni K-nın sıra nömrəsi nədir? Burada D1. Sonra burada N cüt ədəddir. N-nın sıra nömrəsi 7. Sonra Z cüt ədəddir. Z-in sıra nömrəsi B-dir. Və e, tək olanlardan bakıyorsunuz S də var. Üzrlü sən fikrimdən qalsın. S də təbii ki tək olduğuna görə S nədir burada? Daha doğrusu S'i yazmışam. Elə biləm yazmamışam. Deməli N-nı yazdı, 4'ü yazdı, bunu yazdı. İndi hansı hərf qaldı burada? Deməli, N-nı yazmışıq burada. N nədir? Y-dir. O yazıldı. Sonra S7-dir, təkdir. S-i də sıra nömrəsi C-dir, yazmışıq. Z4'dür. Z-in sıra nömrəsi B-dir. Yazmışıq burada. Sonra K burada D-dir. D-in də sıra nömrəsini yazmışıq. Bir dənə hansı hərf yoxdur? Deməli 1, 2, 3, 4, 5 dənə hərf var. 5 dənə hərf var. Hansı fikrimdən qaçıb burada? Hansını qaçıb burada? Deməli S-ni
S'ni, D'ni, A hissə M. Hə, M bayaqdan M-i görmürəm, üzrlü sayın. M də burada gizlənibmiş. M6 da təbii ki M-i bilirik, onsuz cüt ədəd olduğunu. Yəni dediyimiz kimi cavab A bəndidir. Yəni onsuz da bir dənə tək varsa burada, başqa tək yox da hamısı cütdür. Yəni S təkdir. S də nədir burada? C-dir. Əgər bir C-dirsə, əslində o birlə hava eləməyə mənası yoxdur. İndi elə belə izah üçün mən dedim bunu. Bir C-dirsə qalanları da ki ABDY olacaq. Yəni A bəndi olacaq. Burada bu rahat bir sualdır görəcəksiniz. Çünki sadəcə simvolik olaraq bunları şifrələyib fiqurla və hər bir fiqurun cavabı verilib. Yəni hamısı hazırdır. Yəni ta ki 8 məndə nədir? Rombdur. 8 rombdursa, həmin romb məndə ikinci yerdə olmalıdır. Yəni siz variantları çıxartsaq ki də, romb ikinci yerdə olmalıdır. Yəni deyirsiniz ki, mənim bu D bəndi səhvdir. Sonra 7 var ha burada. 7 burada 4-cü 3 bucaqdır. Bizdə 3 bucaqla başlamalıdır. Onu da beyində çıxırsınız. Düzdür? Yenində çıxırsınız. Qaldı anası və birinə də baxaq. Məsələn, 5 nədir burada? Baxın, 5 dairədir. Məndə də 3-cü yerdə dairə olmalıdır. Ona görə bunu da çıxırsınız. Yəni, rahat bir sualdır. Təbii ki, istəyirsə 6 ilə D, 6 da qara kvadratdır. Qara kvadrat da axırıncı olmalıdır. Ona görə cavab A bəndə olacaq. 83-cü sual. Bu da yəni necə var eyni imtahan suallardır. Çünki olduğu kimi bunu biz köçürtmüşük. Və yaxşı bir sualdır, problemli sualdır. Problemli suallar olur. Burada dairələr məlumdur. 4, 3, 2, təbii ki bir dənə dairə olmalıdır. Yəni A bəndi bir dənə getdi burada. Sonra qara dairə də asandır. 1, 2, 3, 4 dənə qara dairə olmalıdır. Ona görə bu C də getdi, Y də getdi. Və burada əsas məsələ üçbucaq da asandır. Üçbucaq 2, 2, 2. Təbii ki 2 dənə üçbucaq olmalıdır. Əslində onda B də getdi burada. Qaldı D bəndi. Amma istəyirəm bunda deyim. Bu kvadratların episodu belə idi. 2 dənə kvadrat, bir dənə kvadrat. 2 dənə kvadrat, bir dənə kvadrat olmalıdır. Bu şəkildə. Yəni cavab D bəndi. Sonra davam edək. 84-cü sual anaqramın formasıdır. Təbii ki, problemli sual deyil. Deməli, burada variantlardakı simvollar dəyişmək olar və iki söz yaranmalıdır. Birin sözü sonu, ikincinin əvvəli. Bu da C bəndidir, yəni avtomat və matador. İki söz yaradılır. 85-ci sual, bu da Teqrikan köhnə kitabından sual düşüb. Teqrikan öz kitabından, indi Dimin yox, əvvəlki ilk kitabından düşüb. Bu sual oradadır. Deməli, məsələ nədən ibarətdir? Deyir ki, modeli 5 dənə, 7 geyimdən 5 dənəsi nümayiş etdirməlidir. Ya N, ya da T mütləq nümayiş olunmalıdır. Amma hər ikisi eyni anda ola bilməz. Yəni, ikisindən biri olacaq. Deyir, S nümayiş olunsa, M də nümayiş olunmalıdır. Amma L nümayiş olunsa, N olunmamalıdır. Və modelyer 3 geyimi nümayiş etdirmək qərarı aldı. A, L və O. Digər 2 dənə geyim hansı olacaq? Və təbii ki, bir iki çıxış eləməliyik burada. Çünki L nümayiş olunsa L var artıq. Deyir, N nümayiş olunmamalıdır. Yəni, bunlara fikir verməlisiniz. N olmamalıdır. Bəs bu da deyir axı, N ilə T-dən ikisindən biri olmalıdır. N nümayiş olunmayacaqsa, 100% burada biri nədir? T-dir. Ən çox tələbələr burada ilişir ki, bəs müəllim, bir dənə S-dən M qaldı. Bəs S nümayiş olunsa M-də nümayiş olunacaq, olacaq 6 dənə. Ona görə diqqətli olun. S nümayiş olunsa M-də olunmalıdır. Amma M nümayiş olunsa S olunmaya da bilər. Yəni, tərsinə götürə bilərsiniz. Ona görə cavab T, M olacaq. A bəndi. Növbəti sual, bu da maraqlı bir imtahan sualı idi. Burada, indi cavab hissəsi bizə lazım deyil təbii ki. Deməli, 3 dənə adlı Natəvan iradə sevir. Biri toxuyur, biri çayçı, biri televizora baxıb. Biri universitet tələbəsidir, həkimdir biri, o biri də məktəblidir. İndi simvolik olaraq bu formatda bir yazıb üstündən plus minus qoya bilərsiniz, ya da ki, yer dəyişmə eləyə bilərsiniz. E, deməli, başlayaqla yazaq Natəvan sevir
və iradə. Belə. Yəni əslində bunlar yazısızsa, elə belə olduğu kimi köçürdün, sonra üstündə imtahanda X-dən, yoxsa verəkdə imtahan verəsiniz. Sonra nədir? Deyir, biri universitet oxuyur, biri məktəblidir, biri həkimdir, biri çay içir, biri toxuyur, o biri də televizora, televizor. Belə. Bu simvolikdir. Başlayırıq müəyyən qeydlərə baxmaq ki, iradə həkimdir, Natəvan məktəblidir, həkim televizora baxmır, məktəbli çay içir, Natəvan isə toxumağı bacarmır. Belə. İndi bir dənə e, məktəbli çay içir verdiyinə görə biz bu məktəblini mütləq şəkildə qoyuruq bura. Və qoyanda baxın, əgər bu 100%-sə qabağında belə plus qoyun. Yəni burada bir daha deyirəm, universitet deyil, dəqiq çayçən məktəbli olduğuna görə universiteti elə belə simvolik olaraq, yəni bura tullaya bilərəm. Yəni burada da dəyişiklik yapılacaq. Amma hələ ki bunu biləm deyənə qabağına plusları qoydu. Sonra deyir ki, iradə həkim deyil. Bax, bunu nəzərə almalıyıq təbii ki. Ya da istəyirsiniz imtahanda, vərəqə yazanda üstündən bir x qoyun. Bax, belə də ola, elə də ola. Kim necə istəyir bunu eləyə bilər bu şəkildə. Üstünə x qoy ki, yəni iradənin qabağında həkim olmayacaq. Natəvan məktəbli deyil. Artıq natəvanı silirəm burada. Yəni 100% burada. Yəni iradə indi ora qalxacaq, sevgi qalxacaq, o soranın işidir. Çünki burada bir şərt var. Baxın. Deyir, həkim televizora baxmır. Həkim televizora baxmırsa, 100% burada həkim, bax bura qalxır, 100%. Onsuz da məktəbli o yuxarıda olduğuna görə həkim buradadır. Yəni nə mənada 100%? Çay içəni biz tapmışıq məktəblidir. Artıq televizora baxmırsa, həkim də toxuyur. Onda bura məcburən nə qalır? Universitet tələbəsi. Bunun bir dənə işarəsini götürək. Bir saniyə. Artıq burada məlumdur ki, universitet tələbəsi televizor oxuyur. Düzdür. Bizdən indi bircə saniyə bunun başını deyim. Hə, iradə həkim deyil. İradə həkim deyilsə, iradə həkim olmağını buradan sildi. Bircə saniyə. Hə. Başda indi natəvanı biləndir və başdan. Hə, natəvan oxumağı bacarmır. Deyirəm, burada bir şərt olmalıdır. Bayaqdan yadımdan çıxıb. Bax, əsas şərt bax budur. Bax, buradan sonra misal hazırdır. Natəvan deyir, toxumağı bacarmır. Artıq natəvan toxumağı bacarmırsa, baxın, natəvan məktəbli də deyil. Toxumağı da bacarmırsa, artıq natəvan 100% hara düşdü? Bax bura. Baxın, artıq çıxıb. Bəs burada iradə deyir, həkim deyil. İradəni də bura yazmadığıma görə iradə də hara qalxır, bura qalxır. Çünki şərtlərin hamısına bir baxması məcburən sevildə bura. İndi bizdən deyir ki, tələbə olan adı nədir, hazırda nə idi? Tələbə olan Natəvandır, televizora baxır. Dediyim kimi, başqa cür də eləyə bilərsiniz özünüz, başqa formatda, indi kim necə istəyir eləyə bilər. İndi istəsiz yer dəyişmə yaparım. İmtahanda ya da ki, üstünə belə x qoyun, da onsa ən yaxşısı odur. Davam eləyək. Çox da belə problemli sual deyildi. Bəli, ən böyük problemli sual. İndi yəqin ki, sınaqları işləmisinizsə 100% bunu 100% deməyim, təbii ki 90% eləyən olmayıb. E, Burada məsələ nədən ibarətdir? Deyir ki, rəqəmlərin cəmi. Bəzi sualları biz özümüz biraz dəyişirik, dəyişməni. Təbii ki, biraz çətinləşdiririk. Amma burada məsələ nədir? Hamısı rəqəmlərin toplayırsan 11 plus, yəni rəqəmləri tək-tək toplayırsan. 26 rəqəmlərin cəmi 8 və plus 15. Deməli, 19, 34. Bunun cəmi elədi 34. Birinci sətrin cəmi birinci sütuna bərabərdir. Yəni ki, 16, 8, 24, bu da 10. Birinci başdan deyim, sonra yazım. Deməli, birinci sətrin cəmi, rəqəmlərin cəmi birinci sütundur. İkinci sətrin cəmi ikinci sütundur. Üçüncü sətrin cəmi üçüncü sütundur. Gəlin bir dənə üçüncünü deyək. İndi üçüncüdə nə verilib? Deyir 12 vermişəm, plus 3 vermişəm, plus da 10 vermişəm. 15, 25. Yəni bunun cəmi bildik ki, nədir? 25-dir. İndi sütun üzrə bunu toplayaq. Sütun üzrə toplayanda bu 8 eləyir, bu 8 eləyir, 16, bu da 9 eləyir. Doğrudan da bunun cəmi 25-dir. İndi bizə lazımdır sətrin cəmini tapaq ki, sütunun cəmindən cavabı çıxardaq. Sətrin cəmi bu eləyəcək 5,
Üstüne gələm 9, üstüne gələm 7. 5, 7, 9, 14, 21. Yəni bunun cəmi 21'dir. Burada da verip altını verir ve onu verdiğine göre 16. Üstüne de biz 5 gelmeli. Ama cevap 5 yok. Rəqəmlərin cəmi 5 olan bir variant. O da A bəndə olacaq. Bir daha deyirəm. Birinci sətrin cəmi birinci sütuna, ikinci sətrin cəmi ikinci sütuna, üçüncü sətrin cəmi üçüncü sütuna bərabərdir. Belə. 88-ci sual maraqlı bir BA sualı idi. Bax dedim da BA-nın sualları da var. Yəni biz tam eyni olmasa da eyni formatlı sualı biz yazırıq. Bu özü yüksəlişə düşən bir sualdır. Yüksəliş imtahanı sualdır. Amma bu formatda qəbula düşmüşdür BA-da. Deyəcəksiniz ki, mənə bu iki rəqəm nədir? 3 rəqəm, 4 rəqəm. Bu bəzən ola bilər ki, 3 hərfli bir heca da bir rəqəmə bərabərdir. Bəzən 2 hərfli heca, bəzən də bir hərfli söz. Bunlara indi bir-bir baxaq. Təbii ki, müəyyən ipucular var. Əvvələ baxıram ki, əvvəldə məsələn 3 dənə tərz var, 2 dənə dəf var, bir dənə fərqli var. Əslində o dəqiqə bilirik ki, fərqli hansıdır? 2, 2, 2, 1, 1. Artıq bu sədəf 100% bax budur. Yəni 671-dir. E, indi məsələ nədən ibarətdir? Burada əvvəldə 3 dənə tər var. 3 dənə tər. Demək ki, əvvəldə 3 dənə də 2, 2, 2 var. Bax, bunlar qeyd edək bir-bir. Demək ki, burada təri verib 2 rəqəmi ilə. Sonra 2 dənə dəf var. Dəfləri də verib 1 ilə. Dəfi də verib 1 ilə. Belə. Məcburən də bir dənə bir. Bax, burada sədəfi bir dənə istəyirsiniz kənarda yazın və onu bir dənə araşdırın. Çünki sədəfdə dəf 1'dir. Doğrudan da sədəfi tapmışıq 671. 671 tapan kimi artıq s nədir bizdə? 6'dır. Bəs ə nədir bizdə? Məcburən 7'dir. Çünki bir daha deyim, sədəf 671 idi. Yəni biz bu. İndi düzdür, variantları artıq çıxa-çıxa getmək olar, amma biraz sistem tam baş salım. Sonra sona baxıram. Sonda baxın bir dənə nə, nə. Elə bir ki 4 dənə nə var. Və biz onu da bilirik artıq. Demək ki bu nələr? Sonda eyni rəqəmlər 4 dənə nə var? 4 var. Yəni bu da nə olacaq? 4 olacaq. Belə bir şey. İndi müəyyən hissədə, məsələn, təranəni mən artıq tapa bilirəm. Nə mənada tapa bilirəm? Təranə. Çünki mən təri bilirəm ki, 2'dir. Nəni də bilirəm, nə tapdı? 4. İndi 2 ilə başlayıb 4-dən qutan, amma 3 rəqəmli bir şey olmalı. Çünki bir dənə A-nı. O da 254'dür. Yəni A da nədir? 5'dir. Yəni və s. hamısı tapdı ol, amma tabu qədər eləməyin də. Yəni variantları çıxa-çıxa eləyin həmişə. İndi məsələn A5 isə bizdə afərin sözündə 5 ilə başlayan variant olmalıdır. Yəni havaya bu iki varianta baxmayın. Sonra təri 2 tapmışam, dəfi 1 tapmışam. Mənə nə 2, nə də 1 lazım deyil. Bununla da bu söz. Onda cavab nədir? A bəndidir. Bir diqqətli olun. Yəni tər özü 2'dir, dəf budur. Afərin sözünün nə tər yoxdur, nə də ki dəf yoxdur. Belə. Bir hərf, iki hərf, üç hərf hamısı bir rəqəmə bərabər ola bilər. Ona görə uyğunlaşdırması. Deməli, BA-da Hitori düşmüşdü imtahana, BB-də Kakuru düşmüşdü. Sadəcə biz məcbur ikisində bura salmalıyıq ki, yolun biləsiniz. Deməli, Hitorilərin təbii ki, yenə izahı YouTube kanalında var, yenidən baxa bilərsiniz. Kim bilir? Çünki izahını bilməyən bunun sözünüzü belə başa düşməyəcək. Mən nə qədər desəm də gərək e, dönə-dönə qaydaları da öyrənək. Birinci qayda budur ki, iki eyni hərf görsək, ortasını ağardırıq. Yəni, rəngləmirik də belə deyək. B ilə B-nin ortası ağdır. Həm harda görürsün, həm C ilə C-nin ortası, A ilə A-nın ortası və yaxud D ilə D-nin ortası belə. Yəni harda var, bir dənə də deyəsən burada. Hə. Belə. Rənglədikmi? Daha doğrusu ağartdıqda belə ağı quruq kimi deyirəm. İndi bir sətirdə və sütunda yalnız biri ağ olmalıdır, digəri mütləq qara olmalıdır. Bu A-nın nə sətrində, nə də sütunda A yoxdur. Bu B-də yox, D-də də ipucu yoxdur. Y-də də yoxdur, A-da da. Bir dənə bu B-də ipucu var ki, başa düşün, bir sütunda və ya bir sətrində iki dənə eyni hərf ağ ola bilməz. Əgər təbii ki bu ağdırsa, mütləqdir ki bu qara olsun, mütləqdir.
Üçüncü qayda odur ki, qaranın ətrafı mütləq ağarmalıdır və hər tərəfin ağartdır. İndi, bəs müəllim, hər şey bitdi axı. Bəs nə edeyim? Bu belə deyirlər də buna. Bir də ehtimal deyilən bir şeylər də var. Var şey, e, əvvəlcədən də deyə bilərik bunu. Ehtimal da odur ki, bütün yanaşı hərflərin mütləq biri ağ, biri qara olmalıdır. Yəni, ta ki bu B'lərsə biri ağ, biri qaradır. A'larsa biri ağ, biri qaradır. Amma ümumiyyətlə ehtimal atanda çalışın bu kəsişmə nöqtəyi atın. Bax burada S ilə S-nin kəsişmə nöqtəsində bax bu S var. Ha. Bu hissəyə ehtimal ata bilərsin. Niyə? Və ehtimal da atanda nə deməkdir? Buna ağ atanda buradakı S də, buradakı S də qaralır. Məcburdur. Ehtimalı çalışın atanda kəsişməyə ən çox ağ verin. Demirəm ya həmişə ağda, amma ən çox ağ verin ki, çünki bu ağ olanda digərləri qaralır və qaranın da ətrafı ağardığına görə kifayət qədər sizə ipucu verir. Və yaxud de, bax burada da var, baxın bura. Deməli, bu kəsişmədə A dayanır. Və mən ehtimalı təbii ki buna verəcəm. Ağa. Amma indi vermirəm. Deyəcəksiniz, mən bilirsiniz orada yəqin ağ olunca ağ versiniz. Amma mən ona görə istəyirəm səhv verin də. İmtahandasınız. Deyirsiniz ki, müəllim, mən elə şey düşünmədim. İki dənə A gördüm. Birini qara elədim, birini ağ. Təbii ki, onsa qara eləyəndə bunu ətrafı ağarmalıdır. Bu bir dənə səhv variant eləyək. Və ağaranda bu B ağdırsa, bu B də məcburdur ki, qaralsın. Artıq alınmadı. Çünki dördüncü qayda odur ki, ağ xanalar heç vaxt qapalı qala bilməz. Mütləq minimum bir yerdən çıxış olmalıdır. Artıq bu hərflərin bu yerə çıxışı yoxdur. Ona görə artıq ehtimal deyil, ha, cəmi bircə dəfə ehtimal oldu. Çünki qara ilə ağ alınmadısa, onda 100% bura ağdır. Artıq bu ehtimal deyil. Bu ağdırsa, bura qaradır. Həmin ağa görə bu da qaradır. Qaraların ətrafı təbii ki ağarır. Bu da ağarır. Bu S-yə görə də bu da qaradır. İndi qara ətrafı ağrı və s. Davam eləmək olar, amma bizdən üçüncü sütun istədiyinə görə davam eləmirik. Nə deyir burada? Üçüncüsündə qara xanalar B-dir, A-dır, C-dir. Onda cavab burada C bəndə olacaq. Yəni ehtimallı o qədər misallar var teorilərdə. 90-cı sual, bəli, 90-cı sual yaxşı bir sualdır. Yaxşı deyəndə çox da bəzi tələbənin xoşuna gəlmir olsa bu sual. Hər bir halda düstur özü verilməlidir. Pi r kvadratı, pi də öz isimli 3 gün verilir. Yəni ya da ki bu pi bərabər 3 vermir. Yəni sözün düzü imtahanda sırf belə yazmışdı qəbulda. 3 pi r kimi yazmışdı bu şəkildə. Yəni, ona görə verə də bilər, verməyə də bilər. Digər qəbulda da belə açıq aydın verir. Və hər bir halda bu misallarda bəs müəllim, bəzilər üçbucaq, bəzilər oval, bəzilər belə kvadratdır. Biz bunu neyniyək? Burada məsələ nədən ibarətdir? Təbii ki, kvadratlar o ayrı olacaq. Amma sırf birinci növbədə ovallardır məsələ. Yəni, bu oval var ha. Bax, bu buradan belə-belə gəlir, bura. Hara kim gəlirsə, çalışın onun başını bağlayın. Yəni də belə siz rəngləyin. Bu şəkildə, bu şəkildə. Sonra bu yuxarıda bir balaca oval var. Amma bu biraz böyük ovaldır. Düz bura kimi gəlir. Baxın, belirleyeyim. Bu formatda. Şimdi burada da bir balaca biraz ovallar var. Burada belə deyək. Biraz burada balaca ovallar var. Digər hissələr təbii ki bu üçbucaqdır. Bu da üçbucaqdır. Yine burada kvadratların sayı normaldir, asandır. Yani burada kvadratlar sayısı 1, 2, 3, 4, 5, 6, 7, 8, bu da 6. Yani 14 tane opşik kvadrat var. Bu heç. Üçbucağın düsturu da sadədir. Həmişə enin uzununa vurub 2-yə bölməlisiniz. Yəni üçbucağın uzunu 3-dür, eni 2-dir. 3-ü 2-yə vurub 2-yə bölürsünüz. Yəni bu üçbucağın sahəsi də 3-dür. Eyni qayda. Bu kvadratın yarısıdır da. Yəni biri birə vurub 2-yə bölərsən. Yəni bu da təbii ki 0,10 5 olacaq. Bu şuradan sayəsi. İndi bəzi ovalları şifahi edə bilərsiniz. Onsuz da bu balaca ovalı bax gətirib bunun başına qoyarsınız. Yəni olacaq tam 1. Düstura bəzilərə ehtiyac yoxdur. Bir də ki, bax, buradakı oval. Yəni, bəzilərində onsuz şifahi eləməzdir. Bax, görürsünüz, bunun bu hissəsi nədir? Açıqdır. Təbii ki, bu balacanı, bu lap balacanı bura qoysaz, onsa burada bir dənə də tam kvadrat olacaq. Yəni, ona görə bu ovala da nə yaza bilərik? Bir yaza bilərik. Belə. Amma aşağıdakı bu
yarım çevrələri artıq həll eləmək var. Həll eləmək də nədir? Başa düşün ki, məsələn, tutaq ki, bax bu böyük bir çevrənin özünü qoyuram. Təbii ki, çevrənin sayəsini deyəcəz ki, müəllim niyə verib? Ona görə verib ki, bunun radiosu nədir? 2-dir. Əslində tam olaraq bu çevrənin tam sahəsi pi r kvadratıdır. Yəni pi də 3 olduğuna görə 3-ü vurur r-in kvadratına, radiusun kvadratına. Yəni normalda bunun sayəsi 12-dir. Yəni bu 12-nin 4də 1-ini götürməlisiz da. Çünki demək ki, bu hissənin sahəsi 3-dür. Yəni lazım olsaydı da hərəsi nə qədərdir? 3-3-dür. Ona görə tam olaraq izahı budur ki, opşu tapıb 4-ə bölməlisiniz. Ona görə artıq e, bu çevrələrin sayəsi nə qədər oldu? 3 oldu. İndi ta 3-dürsə buna da 3 yazıram. Bir dənə də burada var. Burada radius görürsünüz ki, 1, 2, 3'tür. Onda onun sahəsi pi vurulsun r'in kvadratı, yəni 3-ün kvadratı. Bu da 27'dir. Yəni 27'ni mən yenə də neçə yerə bölməliyəm? Təbii ki, 4 yerə bölməliyəm. Çünki bizdən lazımdır bu isə. Bu da 6 tam 75. Onu da nə edirik? Buraya yazırıq. 6'dan 75. Belə. Əslində istəsəz, yəni ki, müəllim, bunu şifahi eləməyin, bəs orijinal qayda ilə nə deməniz birdir? Orijinal qayda da budur. Bax, bu bizim kvadratımız. Kvadratın sahəsindən elə 3'ü tapmışıq da. Kvadratın sahəsi burada nə qədərdir? 2 dəfə 2, 4. 4'dən bu 1'i çıxanda 3 qalır. Ya da ki, bu 1'i bilmirəm axı. Ona görə mən 3'ü bildiyimə görə 4'dən 3'ü çıxıram, doğrudan da yenə bu oval hissəyə 1 qalır. Belə, aldığınız rəqəmləri təbii ki, nə etməlisiniz? Toplamalısınız. İndi 14, 0,5, 1, 1, 6, 75, 3 dəfə də 3, bunları toplayırsınız. O da 32, 25 edir. Yəni, A bəndi və bəyanın ən belə mənasız suallarından biridir. Və bu sual təbii ki, çox-çox vaxt aparan bir sualdır. İndidən təbii ki, deyim. Çünki həllini bilsəz də belə, yenə də xeyli vaxt aparan sualdır. Həllini bilsəz belə. Yəni, bəzi sualların həllini biləndə tez olur. İndi burada ümumi olaraq nədən ibarət? Deyir ki, kubun hər bir üzü verilir şərtdir deyə. Və belə bir sözlər verilib, araba, bərbər, bu formatda bir sözlər verilib. Yəni deyir ki, burada nə şu? Hamısının zərin düşmə ehtimallarını tap. Yəni hər bir hərfin düşmə ehtimallarını tapma bu formatda. O da nə deməkdir? Baxın, düşmə ehtimalı bilirsiniz də zər 600-dür. İndi məsələn A-nın ehtimalını deyirəmsə, A-nın ehtimalı bir dənə səni də belə buradan yazım. A-nın ehtimalı bu şəkildə olur. Burada 6 dənə tərəf verilir. 6 dənə tərəfin 2 dənəsi A-dır. Düzdür? Option neçə tərəf var? Yəni mümkün hal bu 2'dir. Bütün hal nə qədərdir? 6'dır. Yəni 6'da 2'dir. A-nın düşmə ehtimalı. Yəni 3'də 1'dir. Bu şəkildə onların deyir hamısının hasilini tap. Hələ sonrasını deyəcək. Yəni A-nın ehtimalını yazıram. Başlayıram. 3'də 1 vurulsun. R-in ehtimalı. R burada nə qədərdir? 1 dənədir. Yəni 6'dan 1 vurulsun. A'nın ehtimalı bayaq tapmış olsa 3'də 1 vurulsun. B'nın ehtimalı diqqət edin. Bu 2 dənə olduğuna görə yenə 6'dan 2 olur. Yəni bu da 3'də 1 olur. Bir dənə də A'nın ehtimalı. Bu da 3'də 1. Bunların hamısını bir-birinə vurursun. Yəni bu özü də təbii ki vaxt aparır. Mən ona görə deyirəm. Yəni 486'da 1 edir. Sonra keçirik bərbəri tapırıq. Yazaq. Bunu tapmış olsa 2 dənə olduğuna görə 6, 2. Yəni təbii ki 3'də 1 olacaq. Vurulsun. N'nin ehtimalı. E burada bir dənə olduğuna görə 6'dan 1'də artıq ehtimal. Sonra R burada bir dənə cəmi R var. Ona görə bunun da ehtimalı 6'da 1'dir. Sonra təbii ki bu 3 dənə eyni şeyi nə edirik? Təkrar edirik. Çünki bərlə bər eynidir. Da bir də yazmanın nə ehtiyac var burada? Bu şəkildə təkrar edirik. Və təbii ki bunlar da hamısını bir-birinə vurur. O da indi bunu vurmaq da vaxt aparır da. O üçün 11, 110, elə bir şey 11.664 edirdi bu. Ərbabı yazırıq. Ərbabda yenə əni bilirik ki, bir dənə yenə olacaq. Burada 6'da 1 vurulsun. R-nı tapmışıq ki, yenə 6'dan 1'dir. Vurulsun. Bu 2 dənə olduğuna görə 6'da 2, yəni 3'də 1'dir. Vurulsun. Ərbabın A'sın, yəni A'nı bilirik, bayaq da dedik. 6'da 2'dir, yəni 3'də 1'dir. Vurulsun.
Bu təzədən təkrar edirik. O da 3'də 1 olacaq. Yəni təkrar edirik. Bunu da vuranda olsun 1 bölünsün 972 olur. Bu şekilde olur. Ve bir de sonuncunu da barbarı da yazar. Yani barı yazar sonra 2 dəfə təkrarlayar. Deməli bu 2 dənə də 6 2 yəni 3'də 1. A yine altdan 2 yəni 3'də 1. Özüm hər bir belə deyirəm. Sonra R da bir dənə olduğuna göre o da 6'dan 1. Ve bunu biz ne dedik? Bir dənə tez bazar təkrarlayaq. Yəni bu vurulsun bu. Belə. Təbii ki, indi bunu da vursuz. Bir bölünsün 2916. Bundan da misal bitmir. Deyir ki, hasilin tapandan sonra iki en büyük cəmi ilə iki en kiçik cəminin birbirine nisbətini tapan. Bilir ki, məxrəci kiçik olandan daha böyük cəm sayılır. Ona göre burada təbii ki, burada böyle açsaydım yazsaq, saydım. Deməli, bunu burada yazsaq, bu kəsiri, bunu burada yazsaq. Sonra da bunların birbirine nisbəti istəyir. Yəni, nə demək istəyirəm? Deməli, birinci növbədə 1 bölünsün 486 üstünə gəlsin deyir ki, ən böyük olanların cəmini tap, ən kiçik olanların cəmini tap, sonra onları bir-birinə böl. Yəni, 1'i bölsüz, olsun 972'ye. 970. Belə. 486'da 1 ilə 970'de 1'i neyse topluyorsun. Şimdi bu biraz rahat toplamadı. O biri çətindir. Çünkü ortak məxrəc 970 idi. Buna böləndə 2 olur. Özünə də böləndə 1 olur deyənə sürət olur 3. Təbii ki 3'e de ixtisar aparanda yani 1 bölünsün olacaq 324. Yani bu şekilde. Bu birincidir. Şimdi biz təbii ki ikincini mütləq şəkildə həll edəyək. İkincidə də məxrəci ən kiçik olanlar məxrəci daha da ən böyük olanlar ən kiçik sayılır. Yəni bu 11664'ün burada üstünə gəldik 1 bölünsün yenə düz bölünən ədədlərdir. Yoksa bu mümkün değil tapmaq. Bu şekilde bərabərdir belə. İndi ortak məxrəc 11664'dür. Təbii ki, bu 11664'ü özünə böləndə onsa bilirsiniz ki, bir dəfə eləyir. Sadəcə bunu böləndə 2916'ya və tam bölünür də ona görə 4 dəfə düşür. Bu da olur 5 bölünsün. Olsun bu ifadə. Yəni 11664. Bizə nə deyir? Ən böyük cəmin, ən kiçik cəminin deyir nisbətini tap. Təbii ki, sualı bir saniyə göstərim burada. Deyəcəksiniz sual hanım? Sual buradadır. Deyir ki, ehtimallarını taparaq olsun. Ən böyük iki yığılma ehtimallarının cəmi ilə ən kiçik iki yığılma ehtimallarının cəminin nisbətini tapın. Bax, gördüyünüz kimi sual belədir. İndi bizdə də ən böyük cəm, yəni ki, 1 bölünsün 324 bölməliyim bu ifadəyə. Bilirsiniz ki, bu ifadəyə böləndə biz nə etməliyik? Vurmalıyıq tərsinə 11664 bölünsün nə olur? 5 olur. Və məxrəcdə 15 qalır. Çünki yuxarıda 18 var. İndi 11664'də təbii ki 324'ü tam bölünür. Tam bölünürdüyünə görə burada da nə qalır? 36. Yəni sürətdə 36 qalır, məxrəc 5'dir. Cavab ona görə olacaq 36 böl 5. Yəni bu boyda misalın cavabı olacaq 36 böl 5 sebəndi. Növbəti 92-ci sual da çox tələbə ilə xoşlamadığı sual tipidir. Yəni burada da deyir ki, artıq olan misalı tapın. Deməli, bu misallardan biraz məhsul balacalaşdırın bunu. Ekrana düşsün. Deməli, bu misallarda da əsasən və təbii ki, bəzi ipuculardan da istifadə etmək lazımdır. Yəni hansı fiqurların ağzına tam şəkildə yerləşir, yəni fiqurlar bir-birinə. Onlara da fikir verməlisiniz. Yəni nə demək istəyirəm? Ta ki misal həll eləyəndə bir şeylərə baxın. Bax məsələn bu 7'nin ağız hissəsi var. Bax 7'ni bir dənə B eləsən bu şəkildə tam üçüncəyə bağlasan. Yəni bax bu 4'dən 7 bir-birinin ağız hissəsinə uyğun gəlir. Eyni şeydə 2'də də var. 2'ni bir dənə B eləsək bax burada.
və 2 ilə də artıq nə uyğun gəlir bir-birinə? 8 bir-birinə uyğun gəlir. Bəs biz bu 8 ilə fiqurdan deyir dairə əmələ getməliyik, amma 6-sından ikisi artıqdır. Mən də baxıram ki, burada indi bu 3-ün içinə yığa bilmərəm axı bunu. Yəni 3-ün içinə yığa bilmədiyimə görə bunların hamısını 5-in içinə yığacam. Yəni 5-in içinə yığacam nə deməkdir? İndi izah eləyəcəm. Artıq burada 2-dir. 2 ilə 8 bir-birinin altına tam oturdu. 2 ilə 8 olan variantları belə çıxa bilərsiniz. Düzgün fiqur kimi İndi izah edəcəm. 7 ilə də 4 bir-birinə uyğunlaşdı. 7, 4 bunu çıxırsınız. Və 5 də bizim öz fiqurumuzda hamısı onun içinə yığacaq. Cavab məcburiən 3, 6 olacaq. Bəs müəllim necə yığıb? Bu bir var ha, çox vaxt çevrəni ortadan bölən olur. Buradan da bölərsə oradan da. Və bir dənə də belə bir şey eləyirik və ondan da misal hazırda. Baxın, yəni buranı belə çəkək. Məsələn, biraz bu uzun olan hissə, biraz da qısa olan hissə. Belə. İndi nömrəsini də yazsın. Deməli, bura uyğundur. Bir, biraz uzun hissə yuxarıda 2'dir. 2'nin ağzını dedik ki, bağladıq 8'dən və biraz balaca olan 7'nin də ağzını bağladıq. Nə ilə? 4'dən. O şimdi 8 fiqurun 6'sından ibarət bir dairə əmələ gəldi. Artıq olan variantlar yenə də dediyim kimi hansıdır? 3 ilə o şimdi 6 olacaq. Yəni A bəndi yenə. 93-cü suala keçirik. Bəli, yaxşı. Bu suallar yaxşı suallar sayılır, amma yenə də çox tələbənin xoşuna gəlməyən bir sualdır. Bizə deyir ki, qara həddən verilmiş fiqur ştrixə doğru hərəkət edir, amma hamısında deyir, sağ dəqiqəli istiqamətində hərəkət edir. Yəni, bütün hərəkətlər bu şəkildə olmalıdır. Və neçə dərəcə minimum dönmə bucaqlarını deyir. Tapın təxminən ondan sonra azalma arzundan sıralayın. Yəni, burada da məsələ nədən ibarətdir burada? Deməli, bu fiqur 90 dərəcə dönəndə təbii ki, ağzı sola baxmalıdır. Yəni, tam şəkildə ağzı sola baxmalıdır belə. İndi mən paintdən göstərəcəm belə. Amma görürsünüz ki, bu biraz da qabağa gedir. Yəni, bu əslində 90 dərəcə deyil, yəni bir 110 dərəcə, 100 dərəcə yaza bilərsiniz. İndi, çünki imtahanda indi paint olmur axı. Elə belə göstərirəm təbii ki. Yəni, başa düşün ki, 90 dərəcə oxunu bir dənə sola doğru çevirməlidir. Qəşəng, tam şəkildə çevirməlidir. Amma gördüyünüz kimi 90 deyil, yəni 90-dan artıqdır. Yəni, ona görə bura bir 110-dan, 120-dən, 115-dən nəsə bir şey yaza bilərsiniz. İkinci. İkincidə başa düşün, ovalla işləyir. Bax, bu oval sağ dəqiqə istiqamətini daha geri eləmir. Əslində, qayda ilə belə 90 dərəcədə keçir sola. 180-da o şimdi yuxarı, 270-də bura. İndi 270-dən də gördüyünüz kimi biraz nədir? Çoxdur. Ya da bu şəkildə eləyə bilərsiniz ki, yəni mən bu ovalı bir 45 dərəcə sola çevirə bilərəm əksinə. 45 dərəcə əksinə 360-dan 45 dərəcə çıxmaq deməkdir. Yəni elə də eləyə bilərsiniz, yenə də bir 315 dərəcə yaza bilərsiniz. İkinci fiqur. İkinci fiqurda da yenə də bu formatda hərəkət edir. Yəni bax bu ox istiqaməti. Bu var ha, 90 dərəcə dəyişəndə bu normalda belə olur. 90 dərəcə dəyişdim. 180 dərəcə dəyişəndə, yəni bu şəkildə olur. Bu da 180-dir. 270 dərəcə dəyişəndə bu şəkildə olur. İndi belə deyirəm, indi çox adam başa düşmür. Hər bir halda yenə də istəyirsiniz göstərin. Prosto ən yaxşı halda, ən yaxşı imtahanda vərəqə çəksiniz, vərəqdə fırladırsınız. Ən yaxşı budur. Vərəqdə bir dənə çəkin bunu. Bir dəfə elədiniz 90. Baxın belə. İkincidə 180. Təbii ki, üçüncüdə də 270 olur. Bu şəkildə olur. Amma gördüyünüz kimi biraz yukarı kaldırım. Bu hissəsində 270 hissəsi deyil. Yəni 270 tam olmuyor da tam olsaydı baxın bu hissəsi bura tam oturardı. Amma gördüğünüz kimi biraz geridədir. Ona görə 270 yox. Bir 240 dərəcə zat deyə bilərsiniz. Buna minimum dönmə bucağı. Ən balaca təbii ki burada 4'tür. Çünki bu tinə bir dənə çevirəndə çünki düzgün fiqurdur. Hamısı eyni ölçüdə olan fiqurdur. Yəni bura 115 dərəcə yaza bilərsiniz. Bir də 2. 2 yenə deyirəm, çətin deyil. Çünki bu fiquru 90 dərəcə çevirəndə sağa doğru düppədiz dayanmalıdır. 90 dərəcə çevirəndə, yəni ki, bax bunun bu xətti var ha, belə deyək də, bax bu xətt.
90 dərəcə çevirəndə düpbəliz dayanma. Amma bu görsün bu gedib qabağa. Yəni yenə deyirəm, bir daha belə göstərim. Bunu deməli, baxın bu fiqurdur. Bunu bir dənə 90 dərəcə. Bu şəkildə eləyəndə bax belə olur. Amma bu fiquru görürsünüz ki, 90 deyil, 90-dan biraz artıqdır. İndi burada bu nə deyirdim? Bu ox məsələsi var ha, bir saniyə. Bax, bu ox məsələsi 90 dərəcə bunu belə çevirəndə birisi sola baxır. İndi burada deyəcəksiniz, mən nə bilim hansını nə qədər. Onsa ümumi olaraq baxanda bilinir ki, burada. Yəni bu 3 bundan daha çoxdur. Yəni, hərəkət istiqamətində. Çünki burada 3-də vəziyyət nədir? 90 dərəcə eləyəndə tam olaraq ox bax bu şəkildə olur. Amma bu bir yuxarı qalxma. Əslində biz buna 110 yox, biraz az yazmışıq normalde. Yəni bir 120, 130 da biraz belə yazsa daha yaxşı olar ki, tam başa düşün bu formatda. Çünki bilirsiniz də bu da 90'dan, bu 90'dan biraz böyükdür təbii ki. Yəni buna bir 95 də yaza bilərsiniz, bir 100 də yaza bilərsiniz. O problem deyil. Yəni özdə 5 dərəcə, 8 dərəcə, 3 dərəcə belə söhbət olmursa, minimum dönmə bucağı təxmini tapırsınız. İndi burada deyir ki, azalma sırası nə? Əslində BB-də tutaq ki, ən böyük bir olduğuna görə 1 ilə başlayan variant olmalıdır. O da bir dənə A bəndi idi. Və yaxud artma desəydi 5-dən başlayan, 4-dən başlamalıydı. Artma. Niyə? Çünki burada ən balaca budur. İndi bizə azalma deyilsə ən böyük 1-dir. 1-dən sonra 2-dir. 2-dən sonra 3-dür. 3-dən sonra 4-dür. 4-dən sonra 5-dir. Yəni azalma sırası ilə eləcə A bəndi olacaq. Sonra devam edirik burada. 94-cü sual. 94-cü sualda təbii ki. Deməli, biraz balacalaşdırın bunu. Bu sual Dimin öz kitabında olan bir sualdır. E, Yəni düşmə ehtimalı böyük olan bir sualdır. Bunu da izah edeyim. Burada qayda nədir? Hər bir şey əks istiqamətdə gedir. Yəni ki, sağa dön deyəndə sola dönür, sola dön deyəndə sağa dönür. Yuxarı deyəndə aşağı düşür. Yəni burada deyir ki, x-in getdiyi yol nədir? H-dır. Nə demək istəyirəm? Bax, x gəlir bura. Sağa dön deyirsə, buradan sola dönməlisiniz. Bax, bu tin deyir aşağı düş. Aşağı düş deyirsə, siz yuxarı qalxmalısınız. Bu tin deyir ki, sağa dön, mən də sola dönəcəm. Yəni ki, x-in getdiyi yol h olduğuna görə deyir y-in getdiyi yol nədir? Ben Y buradan başlıyor, özü verib. Sola dön deyir deyənə bu tindəki mən sağa dönəcəm. Aşağı düş deyir, yuxarı qalxacam. Sağa dön deyir, mən sola dönəcəm. Bir dənə burada diqqətli olun. Mən buna görə eləyim, yoxsa buna görə? Buna görə eləsəz geriyə qayıdarsınız. Qalasınız burada. Bilin ki, geriyə qayıtmaq burada yoxdur. Yəni qayıtsaz burada boş yerə qalarsınız. Ona görə məcbursunuz ki, bax buna görə hərəkət eləmək. Aşağı düş dediyinə görə yuxarı qalxaq. Sağa dön dediyinə görə bu sola. Eyni şey burada, eyni qaydada. Yəni, bilsiz nədir? Bəzi misallar olur, geriyə qayıtma teması olur. İndi bu əslində verməsə daha yaxşı olardı. Neynə verir bunu? Bilin ki, geriyə qayıtma yoxdur. İndi burada bu ox deyir, aşağı düş, mən məcburən yuxarı qalxacam. Bu ox deyir, sola dön, mən buradan sağa dönəcəm. Bu ox deyir, aşağı düş, mən buradan yuxarı qalxacam. Bu ox deyir, sola dön, mən buradan sağa dönəcəm. Bu ox deyir, aşağı düş, mən buradan yuxarı qalxacam. Yəni, Y-in getdiyi yolda nə olacaq? 4. İndi bu birinci hissədir. İkinci hissədə məntiqi tamamlayırıq. Sonra informatikanın da ikinci videoda elə bir yerdə baş salacaq.